Salamlar hər kəsə. Bugün sizinlə sinif 8 bölmə 5.3-ün suallarına birlikdə baxaq. Birinci reaksiyada deyilir. CH4 plus xlor 2 əmələ gəlir karbon H3 xlor, H xlor. Əmələ gəlir H xlor. Reaksiyada hidrogen atomunun sayına əsasən oksidləşmə və reduksiya edən maddələr müəyyən edin. Bildiyimiz kimi, əgər hidrogenin sayı artırsa, bu reduksiya olunan deməkdir. Hidrogenin sayı azalırsa, bu oksidləşən demək olur. Hansı maddədə hidrogen sayı artırsa bu reduksiya olunur, azalırsa oksidləşir adlandırasıyıq. Məsələn, burada metanda 4 dənə hidrogen atomu var idi, indi 3 dənə oldu. Deməli, burada metan CH4 azaldığı üçün oksidləşəndir. Düz deyil. Xlor 2-də hidrogen sayı artdığı üçün reduksiya olunandır. Xlor 2-də reduksiya olunur. Bəli. İkinci suala baxaq. Sənayedə dəmir 3 oksiddən, o dəmir 3 oksidi hidrogen qazı ilə reduksiya etməklə dəmir alınır. Bu reaksiya təmini tərtib edin və oksidləşən və reduksiya məhsullarını müəyyən edin. Dəmir yazaq. 3 oksidin üzərinə hidrogen reduksiya edirik və əmələ gəlir dəmir birləşməsi, bir də H2O əmələ gəlir. İndi buranın biz qoymalıyıq. 2 bura qoyduğumuz zaman bura 4 düşür. 6 dənə oksigen. Bura 2 yazdığım zaman 3 düşəsi idisə, bura 2 yazaq o zaman. Bura 2 yazaq. Deməli, dəmir, bura 1, bura 2, burada 3H2O. Bəli, bu şəkildə. Dəmir 2O3, 3H2, 2 dəmir, 3H2O əmələ gəlir. Oksigenin tərtibinin oksidləşmə reduksiya məhsullarını müəyyən edin. Baxın, burada dəmirdə oksigenin sayı azaldığı üçün reduksiya olunur. Reduksiya olunandır. Deməli, dəmir 2O3 reduksiya olunur. Oksigenin sayı artırsa oksidləşəndir. Hidrogenin sayı artdığı üçün oksigenin sayı artdığı üçün H2 isə oksidləşəndir. Oksidləşən maddə adlanır. Deməli, oksigenin sayı artırsa, üçüncü suala bərabər baxaq. Kalsium plus H2 əmələ gəlir kalsium H2. Bu reaksiyadan hidrogen atomunun sayına və oksidləşmə dərəcəsinə görə reduksiya prosesini müəyyən edin. Nəticə eyni alındı mı cavablarınızı əsaslandırın. Baxın, kalsium 0-dır, hidrogen 0-dır. Hidrogen -1 olasıdır burada, çünki kalsium müsbət 2-dir. Metallar müsbət, qeyri-metallar isə mənfi oksidləşmə dərəcəsi göstərirlər. İndi baxaq, kalsium 0-dan keçid edir kalsium müsbət 2-yə. Deməli, müsbət 2-yə keçid elədiyi üçün 2 elektron verib. Elektron verən element reduksiya edicidir. Elektron verirsə. Proses əksi oksidləşmədir. Məhsul isə, əmələ gələn maddə isə oksidləşmə məhsulu adlanır. Oksidləşmə məhsulumuz isə kalsium H2 adlanasıdır. Kalsium burada, gördüyümüz kimi kalsium burada tək idi, indi hidrogen əlavə olunur. Hidrogenin sayı artırsa, bu reduksiya olunandır. Reduksiya olunan elə adlandırdıq. Reduksiya olunurdu deyirdik. Ancaq burada proses eyni olmadı. Burada deməli, biz baxacağımız şey oksidləşmə dərəcəsinə görə baxmalıyıq. Oksidləşmə dərəcəsinə baxdığımız zaman doğru nəticəni ala bilərik. Baxın, hidrogenin oksidləşmə dərəcəsi 0-dan -1-ə keçid edir. Gəlin bunu da yazaq. Oksigenin oksidləşmə dərəcəsi 0-dan -1-ə keçid edir. Deməli, nə baş verir burada? Elektron aldığı üçün elektron alan oksidləşdiricidir. Deməli, oksidləşdirici maddəmiz burada hidrogen 0-dır. Proses reduksiya prosesidir. Reduksiya prosesdir. Reduksiya məhsulumuz isə nədir? Hidrogen -1 olasıdır. Yəni, yenə H2 olasıdır.
həm reduksiya məhsulumuz, həm oksidləşmə məhsulumuz eyni bir birləşmə olasıdır. Kalsium H2. Deməli, həm reduksiya məhsulumuz, həm də oksidləşmə məhsulumuz eyni birləşməyə aiddir. Burada hidrogenin sayının artıb azalmasına görə müəyyənləşdirmək düzgün deyil. Çünki eyni cür alınmır. Cavab da xeyr. Yazaq bura. Dördüncü sual, birinci suala baxaq. Oksidləşmə reduksiya reaksiyaları nədir? Oksidləşmə reduksiya reaksiyaları dediyimiz kimi elektron alış və verişi ilə baş verən birləşmə reaksiyalardır. Hansı ki, bir element nə qədər elektron verirsə, digəri o qədər elektron alasıdır. İkinci suala baxaq. Kükürt oksigenlə reaksiyada, hidrogen ilə reaksiyada isə boşluqlara uyğun gələn oksidləşən reduksiya olunan ifadələrini müəyyən edin. Gəlin müəyyənləşdirək. Hidrogen oksigenlə hidrogenlə reaksiyası. Kükürdün həm oksigenlə reaksiyasını yazasıyıq. Kükürt oksigenlə reaksiyaya girir. SO2 əmələ gəlir. Bax, sıfırdır hər biri. Oksigen -2-dir, kükürt müsbət 4-dür. Kükürt sıfırdan keçid edir. Kükürt müsbət 4-də elektron verir. Elektron verən reduksiya edicidir. Reduksiya edicidir. Proses oksidləşmədir. Deməli, kükürt burada reduksiya edici kimi olur. Oksidləşmə məhsulumuz da SO2-dir. İndi digər bir reaksiyamıza baxaq. Hidrogenlə reaksiyasını yazıram. Kükürdün H ilə reaksiyasını yazıram. Buradan da H2S əmələ gəlir. Hər ikisi sıfırdır. Kükürt burada hidrogen müsbət 1-dir, kükürt -2-dir. Kükürt sıfırdan -2-yə keçid edir, elektron alır, oksidləşdiricidir. Oksidləşdiricidir burada. Kükürt 0. Proses reduksiya prosesidir, tərsi olaraq. Məhsul isə reduksiya məhsulu adlanacaq. Kükürt -2. Kükürt -2 olan hansı birləşmədir? H2S-dir ki, H2S olasıdır. Deməli, ikinci reaksiyada kükürt oksidləşdirici oldu, yəni reduksiya olundu. Digərində isə reduksiya edici oldu, yəni oksidləşdi. Hər birində əksi oldu. Bu reaksiyaları qeyd etməyi unutmayın. İndi digər suallara keçid edək. Litium plus O2 əmələ gəlir litium 2O reaksiyasında oksidləşdirici və reduksiya edici maddələri müəyyən edin. Tamam, yazaq. 4 litium plus O2 əmələ gəlir 2 litium 2O'ya. Bəsit maddələr 0-dır, oksigen -2-dir. Litium isə müsbət 1 olasıdır. Deməli, litium 0-dan litium müsbət 1-ə keçid edir. Özündən böyüyünə elektron verdi. Metallar elektron verəndir. Deməli, litium 0 burada nədir? Reduksiya edicidir. Reduksiya edici. Proses oksidləşmədir. Tamam. Oksidləşmə məhsulumuz isə litium 2O'dur. Hardan bilirəm litium 2O'dur? Litium müsbət 1 harda var? Litium 2O'da var. Deməli, oksidləşmə məhsulumuz litium 2O olacaq. İndi oksigenə baxaq. Oksigen 0-dan oksigen -2-yə keçid edir. Bunu da qeyd edək. Oksigen 0-dan oksigen -2-yə elektron alır. Elektron alırsa oksidləşdiricidir. Oksidləşdiricidir. Prosesimiz isə reduksiya prosesidir. Reduksiya prosesidir. Reduksiya məhsulumuz isə oksigen harda -2 varsa o maddə reduksiya məhsuludur. Burada isə həm oksidləşmə məhsulumuz litium 2O'dur, həm də reduksiya məhsulumuz litium 2O olasıdır. Litium reduksiya edicidir, oksidləşir və oksidləşmə məhsulumuz isə litium 2O'dur. Oksigen isə oksidləşdiricidir, reduksiya olunur və o 2 olan birləşmə isə reduksiya məhsulu adlanasıdır. Digər baxaq, burada yaza bilərik. Reaksiyada oksidləşmə və reduksiya məhsullarını müəyyən edin. Bəli, deməli, burada yazaq. Karbon, hidrogen müsbət 1-dir, karbon müsbət 4-dür, oksigen 0-dır, oksigen -2, karbon müsbət 4-dür, oksigen 0-dır, hidrogen isə, oksigen 0 deyil burada, oksigen -2-dir, hidrogen müsbət 1-dir. Hansının oksidləşmə dərəcəsi dəyişmiş olduğuna baxaq. Deməli, burada hidrogen, oksigen 0-dan birinci karbona baxaq. Karbon
-4-dən doğrusu bura mənfidir. Burada karbon -4-dən karbon -4-ə keçid edir. Özündən böyük keçid edir, elektron verir. Deməli, burada karbon reduksiya edicidir. Proses oksidləşmədir. Oksidləşmə məhsulumuz isə karbon O2 olasıdır. Karbon -4 hansı birləşmədə var? Karbon O2-də. Deməli, oksidləşmə məhsulumuz karbon O2 olasıdır. İndi digərinə ki, oksigenin oksidləşmə dərəcəsi dəyişir. Oksigen 0-dan keçid edir. Oksigen -2-yə. Deməli, elektron verir, elektron alır. Elektron aldığı üçün oksigen oksidləşdiricidir. Proses isə reduksiya prosesidir. Reduksiya məhsulumuz isə O2 hansı birləşmədə varsa odur. O2 -2 oksidləşmə dərəcəsi H2O-da var. Deməli, reduksiya məhsulumuz isə H2O olacaq. Burada yazaq oksidləşmə və reduksiya məhsulumuz. Deməli, oksidləşmə məhsulumuz burada oksidləşmə məhsulumuz karbon qazı, reduksiya məhsulumuz isə H2O oldu.